Kontaktom mağazalar şəbəkəsinə etibar eləyib hər hansı bir məhsul almayın. Dekabrın 31-i mən iPhone 17 Pro aldım və üzərində əlavə ödənişlə adapter başlığı və USB-si ilə. Bir aya yaxındır ki, USB xarab olub. Xarab olan kimi müraciət elədim Kontaktoma, məni servisə yönləndirdilər. Servisdə USB-yə heç bir yoxlanış olmadan bunu götürə bilməyəcəklərini, qəbul edə bilməyəcəklərini dedilər. Daha sonra Kontaktoma yenidən müraciət elədim. Dedilər, aksesuar olduğu üçün biz bunu qəbul edə bilmərik. Mənə maraqlıdır. Niyə məndən bəs buna görə hər ay ödəniş çıxırsınız, hər ay ödəniş alırsınız? Bu sizin məhsulunuz deyil. Dünyanın nüfuzlu brendlərindən olan Apple şirkətinin məhsulunun bu qədər tez müddətə xarab olması mümkün deyil. Demək ki, siz mənə keyfiyyətsiz məhsul satmısınız. Əzilməyib, zədələnməyib, yerə düşməyib. 3-4 ay içərisində bu məhsulun bu qədər tez xarab olmağı nə qədər mümkündür? Bunun olsun 100 manat, 200 manat qiyməti. Bu qədər qiymətə görə siz bir müştərini niyə bu qədər pis vəziyyətə qoyursunuz? Kontaktom müştərinin heç bir şikayətinə baxmır və məni bu xarab məhsula görə hər ay ödəniş eləməyə məcbur qoydular. Mənim istehlakçı kimi hüququm pozuldu və təmin olunmadı. Sadəcə biabırçılıq.